Deməli, bugünkü mövzumuz məktəbəqədər təhsil pilləsində Montessori, Waldorf, Reggio Emilia öyrənmə nəzəriyyələri və yaxud da başqa şəkildə desək, bunlara pedaqoji yanaşmalar da deyilir. Bəs bu pedaqoji yanaşmaların hansı faydaları var? İlk növbədə gəlin ilkin anlayışlara baxaq. Dünya ölkələrinin təhsil tarixinə nəzər yetirsək, erkən yaşda bilirik ki, təhsil həmişə aktual olub. Çünki hər bir ölkədə təhsil olmalıdır. Və xüsusilə müasir dövrdə təhsil sahəsində öncül olan ölkələr vaxtilə təhsilin ilk pilləsi olan məktəbəqədər təhsilə dair apardıqları tədqiqatlar, yəni hazırda da geniş istifadə olunmaqdadır. Hansı ki, yəni uzun illər keçsə belə üzərindən öz aktuallığını itirmir və həmçinin bu tədqiqatlar bir sıra beynəlxalq və unikal pedaqoji yanaşmaların yaranması, həmçinin kurikulumların ərsəyə gəlməsinə təkan verib. Bəs pedaqoji yanaşma modelləri niyə bu dərəcədə aktualdır? Səbəb odur ki, erkən yaşlı uşaqların öyrənmək üçün daha geniş imkanlarının olması və bir çox ölkələrdə tətbiq olunan Montessori, Reggio Emilia, Waldorf modellərinin təhsil sistemində öz yerini tutmasıdır. Və təbii ki, bu modellər sayəsində uşaqlar daha da yaxşı öyrənirlər, mənimsəyirlər və hər üç pedaqoji yanaşma modeli beynəlxalq səviyyədə tanınır. Yəni demək olar ki, ölkələrin 70-80%-ında artıq bu modellərdən hələ də istifadə olunur. Və qeyd etmək lazımdır ki, Montessori pedaqoji yanaşması yarandığı gündən qısa vaxt ərzində digər ölkələrdə də yayılmağa başlayır. Yəni ilk öncə yaranır, daha sonra başqa ölkələrə də keçir. Bu da təbii ki, uğurlu olmasına gətirib çıxardır ki, uşaqların hərtərəfli inkişafına, həmçinin təbii qurğu materiallardan istifadə edərək problemlərin humanist həll etmə istiqamətinə olan kurikulum üzərində qurulubdur. Bu cür yanaşma uşaqların insan cəmiyyətinə idraki, yaradıcı, şəxsiyyət baxışlarını, yəni birini formalaşdırır. Burada biz nəzər salsaq, Montessori, Reggio Emilia, Waldorf pedaqoji yanaşmaları bir-biri ilə oxşardır. Hətta indi birazdan mən qeyd edəcəm, Montessori hansı belə deyək, nəzəriyyədən oxşardır, Emilia nəzəriyyəsi hansından oxşardır. Təbii ki, bunları yadımızda saxlasaq, testlərdə qarşımıza çıxanda ki, hər ikisinin ortaq cəhətini, ümumi cəhətini qruplaşdırın, bu şəkildə tam rahat tapa bilirik. Deməli, hər üç pedaqoji yanaşmanın təhsilə yeni baxış sistemini formalaşdırmaq üçün qeyd etdik ki, yaradılıbdır. Bu bir ortaq cəhət. Digər bir ortaq cəhət, hər üç modeldə uşaq öyrənmənin mərkəzindədir, mövqeyinə görə fərqlər ayırd edilə bilər. Yəni, məlumdur ki, pedaqoji yanaşmaların oxşar cəhətləri ilə yanaşı, hər birinin özünə məxsus xüsusiyyətləri var. Əsasən, oxşarlıqları, belə deyək, ümumi götürülür. Təhsildə yeni baxışın olması, yeni baxışın formalaşdırılması və uşağın öyrənmənin, yəni mərkəzində olması. Çünki hər üç pedaqoji yanaşma uşağa xidmət edir. İndi baxaq birinci yanaşmamız olan Montessori pedaqoji yanaşması. Doğrudan da çox maraqlı yanaşmadır. Həmçinin Reggio Emilia, Waldorf kimi yadda qalan mövzudur. Bununla bağlı əsasən açar məqamları qeyd edək ki, Montessori pedaqoji yanaşması 1900-cü illərin əvvəlində Romada Maria Montessori tərəfindən yaradılıbdır. Hətta istəsəniz dərsdən sonra Maria Montessori haqqında əlavə məlumatlar var, onları sizə atarım, oxuya bilərsiniz. Yəni həkim olub, qadın olubdur və onun adı ilə bağlı olubdur. Montessori tərəfindən tərtib edilib və o əlilliyi olan uşaqlarla işləmək üçün yaratdığı metodologiyadan 1907-ci ildə Caside Bambidə, yəni 4-7 yaşlı uşaqları əhatə edən uşaq evi layihəsini həyata keçirməyə başlayır. Qısa müddət ərzində, yəni az vaxtda bu metodologiya Amerikada, daha sonra Avropa, Hindistanda məşhurlaşmağa başlayır. Onun təbliğ etdiyi fikirlər təhsil cərəyanı üçün olduqca radikal idi. Montessorinin şəxsi nəzəriyyəsi özlüyündə uşaq inkişafını olduqca fərqli və tarixən də möhkəm formada ehtiva etdiyi üçün digər pedaqoji yanaşmaların quruluşunda bünövrə rolunu oynayıb. Yəni ilk növbədə Montessori yanaşması daha belə deyək, ön planda olubdur. Başqa ölkələrdə daha sonra yaranıbdır, Avropada, Amerikada, yəni özünü göstəribdir. Və bu yanaşma uşaqların öyrənmə prosesini və inkişaf etdirici mühitin tərbiyəçi müəllim tərəfindən izlənilməsinin əhəmiyyəti vurğulanır.
Bəs bu yanaşmanın hansı nəzəri əsasları var və biz bunları necə götürməliyik? Pedaqoji yanaşmanın əsası koqnitiv konstruktiv öyrənmə nəzəriyyəsini təşkil edir. Koqnitiv nə idi? İdraki mənanı ifadə edir. Yəni düşüncə konstruktiv öyrənmə nəzəriyyəsini təşkil edir və Montessori belə bir fikir var idi ki, uşaqlar əsasən yaşlara görə iki hissəyə bölünür. Necə ki, Piagetdə biz mərhələlərə bölmüşdüksə, burada da biraz fərqlidir. Deyir, doğulduğu gündən 3 yaşa qədər olan mərhələ şuursuz mənimsəmə, 3 yaşdan 6 yaşa qədər olan mərhələ isə şuurlu mənimsəmə dövrüdür. Deməli, testlərdə qarışdırıb yazacaqlar. 3 yaşa qədər yazarlar ki, şuurlu mənimsəmə, 3 yaşdan sonra şuursuz. Burada diqqətli olmalı olduğumuz məqam odur ki, 3 yaşa qədər olan mərhələ şuursuz mənimsəmə, 3 yaşdan 6 yaşa qədər olan mərhələ isə şuurlu mənimsəmə dövrü adlanır. O Piagetin fikirlərindən təsirlənərək müxtəlif yaşlı uşaqları eyni qrupda birləşdirib. Baxın, müxtəlif yaşlı nə deməkdir? Yəni indi hal-hazırda qruplar necədir? Məsələn, orta qrup 3-4 yaşdır, böyük qrup 4-5 yaşdır. Amma Montessori-də belə bir, yəni fikir yox idi ki, eyni yaşlı uşaqlar olsun. Müxtəlif yaşlılar idi. Məsələn, 1 yaşında ola bilər, 2 yaşında ola bilər, 3 yaşında, 4 yaşında, 5 yaşında fərqi yoxdur. Yəni müxtəlif yaşlı uşaqlar bir qrupda birləşirdilər. Bəs düşünə bilərik ki, axı onlar bir-birinə uyğunlaşa bilməyə çətin olar. Əslində elə deyil. Çünki böyük uşaqlar kiçik uşaqlara rol model olurdular. Yəni kiçiklər böyüklərdən öyrənirdilər və onlara dəstək göstərirdilər. Və Montessoriyə görə uşaqlar tam inkişaf etməli idilər və bu fikir zehni və ürəyin inkişafını öyrənmə zamanı əldə etdiyi təcrübələr vasitəsilə tamamlayacağını nəzərdə tuturdu. Yəni bir-biri ilə əhatəli, əlaqəli olmasını deyirdi. Onun fikirlərinə əsasən təhsil yalnız öyrətməkdən ibarət deyil. Yəni Montessori deyirdi ki, nə gözəl uşaqlar öyrənsələr, nə gözəl, amma birinci növbədə uşağın psixologiyasına, yəni psixoloji inkişafına yönəlməlidir ki, bir çox pedaqoqlara görə məhz Montessori pedaqoji yanaşmasına hər bir detal sanki ruhunda inkişaf etməlidir. Yəni incəliklə seçilməlidir, uşaqların başa düşəcəyi formatda olmalıdır. Akademik göstəricilərdən çox uşaqların psixoloji vəziyyətinə təsir etməlidir. Bəs burada təbii ki, müəllimin rolu nədir? Müəllimin rolu burada gözə görünməz icra edici roluna çıxış edir. Yəni nə isə birbaşa müdaxilə etməkdənsə, belə deyək, bir addım kənarda durub uşaqlara istiqamət vermək daha faydalıdır. Yəni o uşaqlarda özünü ilə formalaşdırmaq üçün öyrənmə zamanı onlara mane olmamalıdır. Yəni tərbiyəçi mane olmamalıdır. Sərbəst inkişafa şərait yaratmalıdır. Biz bu fikri harda görmüşdük? Təbii ki, Piagetdə də görmüşdük ki, o nə deyirdi? Yəni imkan yaratmaq, şərait yaratmaq lazımdır ki, uşaqlar özləri tam rahat, sərbəst şəkildə öyrənsinlər. Beləliklə uşaqlarda həm özünü idarə etmək kimi bacarıq formalaşır. Həmçinin müəllim uşaqları real aləmdə yaxından tanış edir. Bu tanışlıq da onların tək və qrup halında hiss üzvləri vasitəsilə təcrübə əsasında öyrənmələrinə şərait yaradır. Yəni toxunaraq, kəşf edərək, hiss edərək, hissiyyat burada əsas vasitələrdən biridir. Bununla yanaşı müəllim pedaqoji prosesi elə idarə edir ki, uşaqların hiss üzvləri vasitəsilə onların ehtiyac və istəklərinə uyğun təşkil olunsun. Bu səbəbdən bəzi pedaqoqların fikrincə Montessori pedaqoji yanaşmasına müəllim öyrənmək üçün mühit yaratmaqla aktiv rola malik olur. Yəni İlk növbədə nə vacibdir? Mühitin yaxşı təşkil olunması, uşaqların yaxşı olması, tərbiyəçinin düzgün istiqamət göstərməsi, rahat atmosfer yaratması və əlavə olaraq müəllim uşaqların bir-biri ilə ünsiyyət yaratmasına da önəm verirdi. Yəni hansı ki, sosiallığı da biz burada görə bilirik ki, ünsiyyət yaratmasına önəm verirdi. Bir-birindən dialoq qurması, anlaşması, əməkdaşlıq etməsi, həmçinin özünü idarə etmə, insan bacarıqlarını formalaşdırırdı. Deyir ki, həm də Montessori, yalnız konflikt nədir? Mübahisə. Uşaqlar arasında olur bəzən bu hallar. Konflikt yarana biləcək vəziyyətlərdə müəllim hər hansı formada müdaxilə edir. Yalnız, yəni, uşaqlar dalaşarsa, bir-birini incidərlərsə müəllim müdaxilə edir. Qalan hallarda müəllim fasilitator, yəni bir növ bələdçi rolu olmalıdır.
Ətraf mühitin rolu nədir? Montessori pedaqoji yanaşmasına görə otaqlar müəyyən vəsaitlərlə zəngin olmalıdır. Yəni uşaqların əlinə atanda müəyyən vəsaitlər olmalıdır. O vəsaitlərdən öyrənməlidirlər. O vəsaitlər uşaqların inkişafını qarşılamalıdır, kömək etməlidir. Bu ətraf mühitin roludur. Bəs yanaşmanın təcrübədə tətbiqi necədir? Bu pedaqoji yanaşmaya əsasən biliklər sensor üzvlər vasitəsilə təcrübə edilərək mənimsədilir. Məsələn, burada qeyd olunur ki, tapşırıq verilirsə əgər böyüklərin müdaxiləsi olmadan tamamlamaq üçün həvəsləndirirlər və uşaqlar kiçik yaşlarda bir sıra akademik biliklərə yiyələnirlər. Baxın, bayaq qeyd etmişdim ki, uşaqlarda ən çox nəyə diqqət edirdi Montessori? Deyirdi ki, onların düzdür, bilik verilməlidir, amma bilikdən çox psixoloji durumu, uşaqların psixologiyası, mühiti yaxşı olmalıdır. Həmçinin akademik biliklərə yiyələnmək də burada vacibdir. Təbii ki, onu ikinci plana atmırıq. Sadəcə ilk növbədə uşağa rahat mühit yaradırıq ki, daha sonra akademik biliklərə yiyələnsin. Burada rəngli, didaktik, gözəl materiallardan istifadə olunmalıdır. Təbii ki, didaktik material dedikdə də öyrədici xarakter daşıması nəzərdə tutulur. Bu materiallar vasitəsilə riyaziyyat, rəng ölçü, oxuma, yazma qabiliyyətləri inkişaf etdirilir. Bəs öyrənmə zamanı hansısa uğursuzluq olarsa, nə edilməlidir? Təbii ki, uşaq yenə də mübarizədən əl çəkmir. Bu zaman yenidən cəhd edir, öz səhvini özü düzəldir. Buna görə Montessori'də istifadə olunan materiallar orijinaldır. Yəni uşaqlar özlərini korrekt etmək imkanı verir. Yəni məsələn, hər hansı bir iş gördü, o işdə hər hansı bir əl işində ola bilər və yaxud da başqa bir işdə çətinlik çəkdi. Yenə də özü yenidən cəhd edərək öz səhvini düzəldə bilir. Yəni bu da materialların orijinallığını göstərir. Montessori pedaqoji yanaşmasının başlıca özəlliyi ondan ibarətdir ki, burada uşaq ona maraqlı olan, onu cəlb edən hadisə və əşyaları öyrənir. Montessori'nin bir fikir də var idi ki, uşaqlar uzun müddətli iş prosesindən zövq almalıdırlar. Yəni, belə deyək də, e, bəzən uşaqlar hansı ki, sıxıla bilirlər, proses elə gedişat getməlidir ki, ondan zövq almalıdırlar. Sıxıcı olmamalı, nə çox həddindən artıq uzun proses olmamalıdır, nə də az bir proses olmamalıdır ki, uşaqlar tam şəkildə öyrənsinlər. E, Daha sonra, yəni uşaqların həm də özgüvənləri formalaşır. Özləri nəyisə tapanda, nəyisə hazırlayanda həqiqi mənada, yəni mənəvi dünyasını uşaqların özləri tapırlar. Burada əsas məsələ mühitin maraqlı olması, iş prosesindən zövq almadır. Bəs iş formaları. Müxtəlif yaşlı uşaqlar inkişaf mərhələlərinə görə qruplaşdırır. 0-3 və 3-6 yaş kimi biz burada qeyd etdik. Müasir dövrdə öyrənmə nəzəriyyəsi əsasında dünyanın bir çox ölkələrində məktəbə qədər təhsil müəssisələri fəaliyyət göstərir. Montessori əsasında qurulan bağçalardan birinə nümunə kimi göstərsək, 3-6 yaş arasında 3, 4, 5, yəni bunların hər biri nəzərdə tutulur. Və bu uşaq evi adlanan yerə gedirlər və hər sinifdə müxtəlif yaş qruplarından 20-30 uşaq və müəllimdən ibarət bir qrup olur. Rəhbər köməkçi də olur təbii ki. Siniflərdə həm müstəqil öyrənmə, həm də sosial qarşılıqlı əlaqə imkanları təmin edilir. Bir-birinə yardım göstərmə, dəstək göstərmə, fərdi və qrup halında yerləşdirilmiş kiçik masalar olur. Bir növ o qədər mühit maraqlı olur ki, çox olsa belə uşaqların əhatəsi müxtəlif yaşlı olsalar da, kollektivçilik çox olsa da onlar üçün doğrudan da çox maraqlı olur. Öyrənmə materialları sinifdəki rəflərə yerləşdirilir və müəllim əvvəlcə fəaliyyətləri təqdim edir. Sonra uşaqların nə edəcəyini və nə qədər müddətdə edəcəklərini özləri seçə bilərlər. Riyaziyyat, dil, musiqi, incəsənət, mədəniyyət üzrə akademik fəaliyyətlər çox praktikdir. Deməli, Montessori'də biz nə öyrəndik? Sərbəst mühitin olması. Montessori'nin fikrincə, yəni kognitiv-konstruktiv nəzəriyyəsinin irəli sürülməsi Piagetdə olduğu kimi, didaktik materialların, öyrədici materialların olması, tərbiyəçinin gözə görünməz icra edici rolunda olması və yalnız konflikt baş verdikdə müdaxilə etməsi, yəni uşaqlara tam rahat, sərbəst bir mühit verilir. İndi biz danışacağıq burada Waldorf nəzəriyyəsindən, Montessori haqqında məlumat verdim. İndi keçirəm əsas aktual yanaşma olan Waldorf nəzəriyyəsi.
Bəs bu nəzəriyyə bizə nəyi öyrədir? Təbii ki, burada da əsas mərkəzdə olan uşaqdır. Valdorf pedaqoji yanaşması 1919-cu ildə Rudolf Steiner tərəfindən Almaniyada yaradılıbdı. Buna səbəb nə idi? Nəyə görə yaradılmışdı? Məsələ nə idi? Çünki fabrik işçiləri uşaqlar üçün məktəb yaratmaq, yəni məktəb də deyə bilərik, bağça da deyə bilərik, fərq etmir. Məktəb yaratmaq təşəbbüsü idi və Steiner uşaqların mənəviyyatını inkişaf etdirməyin vacibliyinə inanırdı. Və Orossanın fikirlərindən ilhamlanaraq iddia edirdi ki, uşaqlar təbii mühit olduqda, qayğıkeş mühit olduqda, rahat mühit olduqda böyüklərin xaricdə müdaxiləsi olmadan böyüməlidirlər. Baxın, Montessori'də də belə bir fikir var idi ki, gözə görünməz icra edici, yəni kənardan bir o qədər də müdaxilə etmirdi. Biz bunu Waldorfda da gördük. Yəni böyüklərin xaricdə müdaxiləsi olmadan böyüməlidirlər. Pedaqoji yanaşmanın əsasında belə bir fikir dayanır ki, insanlar onları əhatə edən təbii aləmi kəşf etmək imkanı verilsə, onlar təbii yolla inkişaf edəcəklər. Yəni təbii mühit, təbii belə deyək, qayğıkeş mühit verilməlidir və tərbiyəçi son dərəcədə uşaqlara qarşı qayğıkeş olmalıdır. Və Steynerin əsas məqsədi texnologiyanın insana verdiyi pis təsirlərin mədəniyyətdə yarada biləcəyi problemlərə köklənmək idi. Yəni, hansı ki, müasir dövrümüz necədir? Uşaqlar həddindən artıq planşetdir, kompüterdir, səmərəsiz istifadə edirlər. Amma biz sadəcə uşaqların bu tərzdə istifadə etməsini ümumi olaraq kompüteri, telefonu pis saymırıq. Çünki doğrudan da kompüterdən, telefondan doğru şəkildə, düzgün şəkildə səmərəli istifadə edən insanlar var. Məsələn, biz hal-hazırda onlayn dərsdəyik və məlumatlar ötürülür, siz nə isə öyrənirsiniz, kəşf edirsiniz. Yəni bu texnologiyanın təbii ki, müsbət cəhətləri də var, mənfi cəhətləri də var ki, uşaqlar həqiqətən çox adətçisidir texnologiyanın. Ona görə Waldorf tamamilə deyirdi ki, uşaqlar uzaq olmalıdır texnologiyalardan. Ancaq oyun əsaslı öyrənməyə fikir verirdi ki, o təhsildə elə yenilik yaratmaq istəyirdi ki, çətinliklərin öhdəsindən gələ biləcək uşaqlar yetişsin. Yəni bir şəxsiyyət kimi öz problemlərini özü həll eləyən, vaxtında düzgün müdaxilə edə bilən, problemlərin öhdəsindən gələ bilən bir uşaqların yetişdirilməsinin tərəfdarı idi. Bəs nəzəri əsasları nədir? Bu elə bil ki, ən böyük açar sözümüzdür. Testlərdə də qarşımıza çox çıxacaq. Öyrətmə və öyrənmənin humanist ideyalarını təşkil edirdi. Steiner bu fikirlə razı idi ki, yəni pedaqoji yanaşmanın əsası öyrətmə və öyrənmənin humanist ideyalarla təşkili idi. Və Steinerin fikrincə uşaqlar böyüklərin dünyasını kənarda, yəni böyüklərin tamamilə dünyasından kənarda öz təbiətlərinə uyğun böyüməlidirlər. Yəni uşağı bir necə deyərlər, vaxtından əvvəl yetişdirmək, böyütmək də lazım deyil. Ən azından öz uşaqlığını yaşamalıdır. Waldorf pedaqogikasında əsas amil söz azadlığıdır və uşaqların burada hərtərəfli inkişafı, insanın ruhuna azadlıq verməyə xidmət edirdi ki, bu yanaşma həmçinin uşaqların emosiya hisslərinin inkişafına da təkan göstərirdi. Steiner koqnitiv pedaqogikada təbliğ olunan fikirlərlə deyil, hərtərəfli mənəvi inkişafa əsaslanan humanist ideyalarla daha çox həmfikir idi. Yəni birlik, bərabərlik, humanistlik, uşaqların fikir səsləndirə bilməsi, rahat şəkildə öz sözünü deyə bilməsi, yəni bunların hər biri Waldorf pedaqogikasında əsas göstərici idi. Və bu pedaqogikada ən yaxşı izah edilən xarakteristika isə daim inkişaf edən insanın olmasıdır. Yəni o həmçinin bütün uşaqların gözəllikləri sevməsi, incəsənətlə bağlı olması üçün çalışırdı. İncəsənət nədir? Rəssamlıq, musiqini sevmə, təbiət təsvirləri, bunlar hər biri təbii ki, incəsənətin daxilindədir. Digər pedaqoji yanaşmalarda özünü göstərdiyi kimi, burada da önəmli olan hər bir uşağın özünə məxsus ehtiyaclarına köklənməkdir. Və Waldorfun yanaşmasının əsas fikrincə uşağın inkişafı 7 yaşa qədər xüsusi dövrdür. Həmişə azad olmalıdırlar və onlar hər zaman öyrənən varlıqlardır. Müəllimin rolu necə idi bəs burada? Recə və Montessori yanaşmasında olduğu kimi, burada nisbətən daha çox uşaqlarda birgəlik, bərabərlik hissini formalaşdıran, müdaxilə edən mənəvi bələdçi rolunda olmasıdır. Və bununla yanaşı uşaqların bir-birinin ətraf mühitin qayğısına qalmağa həvəsləndirilməsi də əsas şərtlərdəndir. Bəs Waldorf pedaqoji yanaşmasında müəllim həmişə uşaqların yaxşılığı, həqiqəti, gözəlliyi öyrənməsi və daim onların inkişafını izlənməsinə bələdçilik
təşkil edir. Yəni həqiqətləri görmək, dünya ilə bağlı, gözəllik nədir, yaxşılıq nədir, insanlarla ünsiyyət necə qurulmalıdır və burada uşaqların davranışı ilə bağlı problemlərlə üzləşdikləri zaman fəaliyyət növü dəyişdirilir ya da yeni hekayə danışılır. Yəni bir işdə müvəffəq ola bilmirlərsə bu iş dəyişdirilir, ya hekayə danışırlar, ya incəsənət növündən nümunə göstərilir. Xüsusilə nağıl və hekayə danışmaq Steinerin əsas həm fikrincə idi, həm də Waldorfun fikrincə bu hissələrdən ibarət idi. Yəni nağıl, hekayə danışmaq həm bu sistemdə, həm də digər məsələn yanaşmalarda özünü göstərirdi. Və burada təbii ki, Waldorfun və Steinerin fikri əsas götürülürdü. Hansı ki, dedik, humanist ideyaların təbliği burada özünü göstərirdi. Bəs yanaşmanın təcrübədə tətbiqi necə idi? Erkən yaşlı uşaqlar öyrənmə prosesində ilk dəfə müəllimi təqlid etməklə başlayırlar. Yəni təqlid nədir? Belə deyək də, imitasiya, manipulyasiya bunlar nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrində əsas fikir tətbiq edərək öyrənməkdir ki, kiçik yaşlı uşaqlar hekayələr, mahnılar, keyfiyyətli materiallarla işi düzgün həyata keçirdirlər. Burada da yenə də qeyd olunur ki, 7 yaşa qədər uşaqlarda heç bir oxuma, yazma, yəni öyrədilmir. Çünki sərbəst mühit yaradılmalı idi. Onlara nə riyazi bacarıq, nə oxuma yazma, sadəcə onlara oynamaq, kəşf etmək daha çox zaman verilir. Doğrudan da məsələn uşaqların bu yaş dönəminə qədər olan dövrü oynayaraq, məsələn həyatı kəşf edərək olmalıdır və uşaqlar böyük yaşlarda öyrənmək üçün zəruri olan enerji və oynamaq həvəsini erkən yaşlarda itirməməlidirlər. Yəni deyir ki, uşağın belə deyək də Waldorfun fikri necə idi 7 yaşa qədər? Yəni uşağa nə isə öyrətməkdən çox imkan vermək lazımdır ki, təkan vermək lazımdır ki, doyunca oynasın, həyatı doyunca yaşasın, uşaqlığını doya-doya yaşasın. Onsuz da 7 yaşdan sonra uşaqda həm idraki cəhətdən, həm barmaq koordinasiyası cəhətdən inkişaf daha sürətli gedir və o verilən məlumatı 7 yaşdan sonra daha yaxşı mənimsəyə bilir. Yəni ümumiləşdirsək, Waldorfun fikri belə idi. Waldorf metodunda öyrənmə prosesi ardıcıl həyata keçir, yəni alqoritmlə. Əvvəlcə tanışlıq, sonra tanışlıqdan təcrübə, təcrübədən isə müxtəlif anlayışları əldə edilməsi. Bu sadalanan 3 addım həqiqi öyrənmə prosesinin əsasını təşkil edirdi. Oyunlar isə həm əyləncə, həm də fiziki aktivlik cəhətdən xarakteri, yəni güclü idi. Metod müəllimlərin hekayələri və uşaqların qiymətləndirilməsi ilə öyrənmə imkanlarının genişləndirilməsidir. Yəni Waldorf pedaqoji yanaşmasının tərəfdarları müasir texnologiyaların insan həyatına vurduğu ziyandan danışırdı və hər zaman düşünürdülər ki, oyun əsaslı öyrənmə vacibdir. Bunu da qeyd edək ki, təhsil bir incəsənətdir. Düşüncəsi mövzunu estetik mühit yaratmaqla uşaqlara, yəni öyrətmək, aşılamaq lazımdır. Xüsusi rolu olan hekayələrin dinlənməsindən sonra uşaqların əldə etdikləri bacarıqlar vasitəsilə hekayələr haqqında fikirlərini ya bədiləşdirib danışmaq, ya da əyləncəli tamaşa quraraq ifadə etməkdir. Bəs iş forması burada necə idi? Qruplarla eyni yaşlı uşaqlar, yəni eyni yaşda olanlar iştirak edirdilər ki, dövrümüzdə bu nəzəriyyənin tətbiqində Böyük Britaniyada olan təcrübəni nümunə göstərə bilərik. Bu Britaniyadakı Waldorf məktəbləri 1945-ci ildə Michael Hall Waldorf məktəbinin yaradılması ilə başladı və Waldorf məktəbləri həmişə birgə təhsili tam əhatəliyi təbliğ edir. Buraya inanc və mənşəyi müxtəlif olan 3 yaşına 18 yaşına qədər hər cür qabiliyyəti olan uşaqlar qəbul edilir. Yəni çünki qabiliyyət nədir? Rəsm, musiqi, incəsənət və ailələr və müəllimlər üçün festivallar, teatr tamaşaları necə olur? Təşkil olunur. Doğrudan da yəni çox maraqlıdır. Və təbii ki, burada yenə də tədbirlərdən zövq alınmalıdır və imkanlar yaradılmalıdır. Waldorf nəzəriyyəsinin üstünlüyü uşaqların erkən ixtisaslaşmaq əvəzinə öyrənmə prosesində sevinc tapmaq, uşaqların zənginliyini yaşaya biləcəkləri yaradıcı bir öyrənmə mühitini təmin etməkdən ibarətdir. Yəni onların elmi biliklərə təbii ki, yiyələnməlidirlər, amma deyirdik, hər şeyin özünün vaxtı var. Yəni uşağa, körpə uşağa erkən yaşdan biliyin ötürülməsi bir o qədər vacib deyil Waldorfa görə. Və hər bir şagirdin fiziki, emosional, intellektual, mədəni və mənəvi ehtiyaclarına eyni səviyyədə diqqət yetirilirdi.
Dərs proqramının əsas fenləri tematik bloklarla tədris olunurdu və bütün dərslər bədii, praktik, intellektual məzmunun balansına ehtiva edirdi. Və burada təbii ki, taxta kublardan, bloklardan, konstruktor materiallardan da təbii ki, istifadə olunurdu. Mərkəzi Avropada ilk Vardov məktəbinin açılmasından çox sonra bu təhsil dünyanın hər yerində, hər sahədə insanlara ilham verməkdə davam edirdi. Və Valdorf məktəbləri sürətlə dəyişən və qeyri-müəyyən dünyanın tələbləri ilə mübarizə apara bilən, hərtərəfli və balanslı insan yetişdirmək üçün ciddi nüfuza malikdir. Valdorf məzmunları dünyaya olan maraqları və bacarıqları ilə sonrakı təhsildə iş yerlərində qiymətləndirilir. Yəni, Valdorfdan biz nəyi öyrəndik? Ən qısa şəkildə açar məqamla bunu izah edə bilərik ki, Valdorfdan öyrəndik ki, texnologiyadan uşaqlar uzaq olmalıdır, oyun əsaslı öyrənilməlidir. 7 yaşına qədər uşaqlara akademik biliklərdən çox həyati biliklər verilməlidir və uşaqlar oyun oynayaraq öyrənməlidirlər. Təbii ki, burada tərbiyəçi yenə də uşaqlara qarşı düzgün münasibət qurmalıdır və bu təbii ki, yanaşma bütün dünyada özünü göstərirdi. Əsas burada təbii ki, iş formaları, ətraf mühitdə rolu, müəllimə rolunu tam şəkildə bilməliyik. İndi keçirik üçüncü pedaqoji yanaşmamız olan Reggio Emilia pedaqoji yanaşması. Bəzən bu Reggio Emilia sözünü müəllimlər görür, sanki düşünürlər ki, qadın adı ilə bağlıdır. Xeyr, qadın adı ilə bağlı olan Maria Montessori'dir. Reggio Emilia isə, belə deyək, bu yanaşma Loris Malaguzzi tərəfindən 1944-cü ildə İtaliyanın Reggio Emilia şəhərində yaradılıb. Yəni bir belə deyək, qəsəbə kimi addır. İtaliyanın, yəni Reggio Emilia şəhərində yaradılması onun adı ilə bağlıdır. Əsas ideya uşaqlar arasında əməkdaşlığın inkişafı, yəni birgəliyin, bərabərliyin inkişafı, müstəqil öyrənmə bacarıqlarının formalaşdırılması və cəmiyyətlə uşaq arasında əlaqənin düzgün qurulması. Bu metodda ətraf mühit çox gözəl, yəni rol oynayır ki, müəllimin burada rolu üçüncüdür. Yəni uşaq özü tədrisin mərkəzində dayanır və öyrənmə prosesinin yaradıcısıdır. Bu baxımdan mühit üçüncü müəllim, yəni ətraf mühit uşağın həyatında üçüncü müəllim kimi götürülür. Biz bu sözü Emiliyada görəcəyik. Ətraf mühit üçüncü müəllimdir sözü sadəcə Reggio Emilia yanaşmasındadır. Emilia pedaqoji yanaşmasında idrakin inkişafının əsas hədəflərindən biri olduğu üçün mühit uşağın idrakinin inkişafına təkan verməsi, bununla yanaşı fiziki və sosial cəhətdən inkişafına da şərait yaratmalıdır. Baxın, necə ki, bayaq izah edəndə dediyim ki, Montessori kognitiv-konstruktiv məsələsini irəli sürürdü. Bu, Piaget'dən, deməli, Montessori'nin ortaq fikri idi. Burada da Emiliyadan hansı ortaq olacaq? Təbii ki, sosial konstruktiv getmir burada. Sosiallıq nəzərdə tutulursa, təbii ki, aid olacaq Vygotskyinin fikrinə uyğun. Deməli, testdə bizim qarşımıza düşərsə ki, sosiallıq sözü hardadır? Biz deyəcəyik ki, Reggio Emilia bir də Vygotskydə. Və pedaqoji yanaşmanın əsası sosial konstruktivizm nəzəriyyəsinə əsaslanır ki, Montessori Piaget'in fikirlərinə əsaslanaraq özü öyrənən uşağın tərəfdarı idisə, biz dedik ki, Montessori və deməli Piaget necə deyirdi? Deyirdi, uşaq özü öyrənirdisə, Malaguzzi isə Vygotskyinin fikirlərinə əsaslanaraq qeyd edirdi ki, uşaqlara dəstək lazımdır. Bir Vygotskydə olan məsələlərin çox faizi Emiliyada da var. Yəni uşaq tək başına deyil, böyüklərin və bir dəqiqə zoom'un 10 dəqiqə qalıb vaxtına. Böyüklər və uşaqlara olan sosial münasibətə əsaslanmasını əsas götürürdü. Müəllimin rolu, müəllim uşaqların özlərinin qərar verməsinə, yekun nəticəyə gəlməsinə cavabdeh olan bələdçi idi. O tez-tez cütlüklərlə belə deyək, iş formasına üstünlük verirdi və söhbətlər aparırdı, bir-birinə kömək etməsinə şərait yaradırdı. Burada ətraf mühitin rolu Reggio Emilia metodunda ətraf mühit uşaq-uşaq, böyük uşaq arasında olan sosial əlaqənin göstəricisi idi. Yəni ətraf mühit elə təşkil olunurdu ki, bir dəqiqə bu hara girdi? Bir dəqiqə. Ətraf mühit elə təşkil olunmalıdır ki, burada cəmiyyət və onun dəyərləri öz əksini tapsın. Məhz bu baxımdan ətraf mühit üçüncü müəllimdir. Baxın, yenə dönə-dönə burada da, həmçinin burada da vurğulanır ki, ətraf mühit üçüncü müəllimdir. Yanaşmanın təcrübədə tətbiqi necə oldu? Bəs pedaqoji yanaşmanın əsas iştirakçısı olan kiçik yaşlı uşaqlar hərəkət etmək,
qulaq asmaq, görmək, dadmaq, toxunmaq, müşahidə, kəşf etmək, yəni bu kimi imkanlar verilirdi, dəstəklənirdi, mühit qurulurdu. Öyrənmə prosesində əməkdaşlıq Emiliya pedaqoji yanaşmasının növbəti əsas hədəfidir. Yəni ailə ilə təhsil müəssisəsi arasında sıx əlaqə var idi. Yəni valideynlər üçün tez-tez belə deyək, valideyn görüşləri təşkil olunurdu. Ailələr mütəmadi təlimə, təhsilə cəlb olunurdu, uşaqları ilə bağlı maarifləndirilirdi və uşaqların qiymətləndirilməsi portfolio əsasında aparılırdı. Portfolioda biz bilirik ki, qovluqdur, uşaqların sənəti, uşaqların gördüyü işləri hamısının cəmi portfolioda idi və müəllim bu yolla uşaq inkişafını mərhələlərlə öyrənir və ilk təlim günündən etibarən 3 il ərzində uşaqlarla eyni müəllim çalışır. Yəni necə oldu? 3 il ərzində uşaqlarla eyni müəllim çalışdı və bu müddət ərzində onlar müşahidəçi kimi uşaqların ehtiyac və tələblərini müəyyənləşdirdilər. Baxın, Montessori-dən fərqli olaraq Regioda eyni yaşlı uşaqlar deyildi. Məsələn, daha doğrusu Montessori-də müxtəlif yaşlı uşaqlar idi. Regioda isə eyni qrup daxilində idi. Bundan sonra isə həftəlik plan əsasında hər bir uşaq fərdi öyrənmə, hərtərəfli inkişaf üçün geniş imkanlar yaradılırdı. Demokratik formada təşkil olunan öyrənmə prosesində, yəni müasir demokratika nədir? Müasirlik uşaqlara düzgün mühitin qurulması, sərbəstlik verilməsi, uşaqların özlərinin öyrənməsinə həvəs formalaşdırırdı və birgə əməkdaşlığın əsas sütunu layihə metodu hesab olunurdu. Layihə nədir? Uşaqların bir işin öhdəsindən özləri gəlməsi, uzun müddətli olması, nəticə yönümlü olması, materialların seçilməsi. Yəni layihə işi uşaqların birgə tərəfdarlığıdır, birgə bir fəaliyyətin öhdəsindən gəlməsidir. Bəs iş formaları necə idi? Müxtəlif yaşlı uşaqların eyni qrupda birləşməsi Emiliya üçün əslində burada belə yazılıbdı, müxtəlif yaşlı uşaqların eyni qrupda birləşməsi. Adətən bu Montessori fikrinə uyğundur. Emiliyada bir o qədər də elə deyildi. Bəzi mənbələrdə 3, 4, 4, 6 yaş götürülür. Burada amma belə yazılır, amma biz əsasən götürməliyik ki, Montessori-dən fərqli olaraq Reggio Emiliada müxtəlif yaşlı yox, adətən eyni yaşlı uşaqlar olurdu. Montessori pedaqoji yanaşmasına görə müxtəlif yaşlılar inkişaf mərhələlərinə görə qruplaşdırılırdısa, Emilio pedaqoji yanaşmasına bu qruplaşma uşağın ondan daha bilikli olan yoldaşından öyrənə bilməsi fikrin əsasında götürülürdü. Hazırda Reggio Emilia nəzəriyyəsi sinif otaqlarında istifadə olunan üsullar kimi aşağıdakıları göstərmək olar. Sensorlu masa üzərində qumla qazmaq və tökmək. Bu uşaqların kiçik motorikasını həmçinin inkişaf etdirir. Rəssamlıqla bağlı təcrübə aparmaq və kağızda və digər materiallarda rəsm çəkmək, böcəkləri, yarpaqları, çiçəkləri kəşf etmək, oyun meydançasında tapdıqları əşyaları sıralamaq, toplamaq, uşaqların fikirlərini istifadə edilməsi və aralarında söhbətlərə təşviq etmək üçün müzakirələr aparılması, foto şəkillər, videolar, slaydlar, yəni burada əsas belə deyək, səs yazıları bu kimi, yəni indi hal-hazırda onun bu dövrdə müasirləşmiş versiyasından təbii ki, söhbət gedir. Rəqs etmək, qaçmaq, digər fiziki hərəkətlər, musiqi məşğələləri, ətraf mühit haqqında bilik qazanmaq üçün açıq havada oynamaq və araşdırmaq, və uşaqların öz aralarında, uşaqlarla, müəllimlərlə arasında əməkdaşlığı və problemin həllini təşviq etməsi. Yəni yenə də tərbiyəçi nə edirdi? Problemin həllində uşaqlara yardım edirdi. Müasir təhsil texnologiyaları dəyişdiyinə görə hətta təhsilin yenidən konseptuallaşdırılmasında Montessori, Waldorf, Reggio Emilia kimi ənənəvi təhsillə alternativləri biz nəzərə alırıq ki, mümkün müvəffəqiyyətli və uyğunlaşma variantları haqqında məlumat əldə etmək üçün ən yaxşı mənbələr məlumdur. Təbii ki, yəni buradakı məlumatlarla qısıtlanmır. Nə Waldorf, nə Emilian, nə Montessori. Bununla bağlı yekə qalın kitablar var. Montessori ilə bağlı, təbii ki, yaradıcısı ilə bağlı daha geniş məlumatlar var. Bundan əlavə, təbii ki, vəsaitlərdən biz bunu daha geniş şəkildə öyrənə bilərik. Və əsas məlumatlardan biri, onu qeyd edək ki, müasir tədqiqatlar məktəbəqədər təhsilin əhəmiyyəti və onun uşaqların inkişafı ilə bağlı akademik, zehni, psixoloji, sosial tədbirlərini öyrənir.
Bu artan məlumatlıq dünyanın bütün ölkələrində məktəbəqədər mərhələnin uşağın həyatında nə qədər rolu olması, uşağın formalaşmasına nə qədər rolu olması, çoxşaxəli məzmunla əlaqəli olması və dünyada məktəbəqədər təhsildə alternativ təhsil modellərinin araşdırılmasının dəstəklənməsi layiqli bir hədəfdir və müxtəlif mədəniyyət kontekstlərində bu əsas götürülür və bu modellər təbii ki, qiymətləndirilməsinə elmi vaxt və səy sərf etmək vacibdir ki, həmin modellərin gələcəkdə bütün dünyada erkən yaşlı uşaqların təhsili çərçivəsində tətbiqində mədəni uyğunlaşmalarını nəzərə almaqla faydalı ola bilər. Yenə də qeyd edək, hər üç yanaşmanın ortaq xüsusiyyəti uşağın mərkəzdə olması, ailələrin cəlb olunması əsas götürülür. Bu qədər. Deməli bir dəqiqə ekran kaydını